Viktor bir gün işten eve geldiğinde yoldaşı Sharon tərəfindən yazılan qəribə və onu şoka salan bir məktub tapdı. Məktubda əgər cəsədim heç vaxt tapılmasa qətiyyən narahat olma, huzur içində olduğumu bil şəklində bir sətir yazılmışdı. Ayrıca evə gəlməyəcəyini və onu axtarmamağını istəyirdi. Viktor bu yazıları oxuyub dəhşətə gəlmişdi. Yerində donub qalmış, yoldaşının belə bir şey edəcəyinə inanmaq istəmirdi. Bu məktub tapılmadan bir həftə əvvəl Sharon yoldaşına rəfiqələri ilə görüşüb səyahətə çıxacağını söyləmişdi. Amma belə görünür ki, niyyəti səyahət değildi. Bir müddət sonra Viktor yoldaşının maşınını bir qatar stansiyasının yaxınlığında park edilmiş vəziyyətdə tapdıqdan sonra dərhal polisə məlumat verdi. Gənc qadının harda olduğunu öyrənmək üçün aparılan istintaq sırasında kəşf edilən detallar həm Viktoru, həm də polisi şok vəziyyətinə salacaq növdən idi. Həyatının yarısını evdən kompüter arxasında çalışan Sharon xüsusilə cinsi həyatı, azğın fantaziyaları ilə əlaqəli bir çox şeylər gizlədirdi. Bu qan donduran detalları sizlərə danışarkən siz də video xoşunuza gəlsə, videonu bəyənməyi və kanala abunə olmağı xahiş edirəm ki, unutmayın. Sharon Lopatka Amerikanın Maryland əyaləti Baltimore şəhərində olduqca qatı pravoslav dininə mənsub Yahudi bir ailənin qızları olaraq dünyaya gəlib. Əməl etməli olduğu bir çox qayda, xüsusilə də qadın olduğu üçün nə edib, nə etməyəcəyi ilə bağlı bəzi məhdudiyyətlər vardı. Böyüyüb yetkin bir qadın olduğunda ailəsinin onun üçün münasib gördüyü dindar pravoslav bir kişi ilə evlənməsi gözlənilirdi. Ancaq elə olmadı. 1991-ci ildə 29 yaşında dindar katolik olan Viktorla ailəsinin verdiyi tərbiyəyə üsyan edərək evləndi. Ailəsi bu evliliyi heç vaxt istəməsə də Sharon üçün bu evlilik ailəsindən qopmanın əla bir yoluydu. İkili evləndikdən sonra Hempstead şəhərinə köçüb bir mərtəbəli xudmani bir evdə yaşamağa başladılar. Normal bir həyat tərzi sürüb məhəllədə küçədə nadir hallarda görünürdülər. Viktor bəzən itini gəzdirərkən, bəzən də velosiped sürərkən görülsə də, Sharon demək olar ki, heç görünmürdü. Gündəlik iş rejimlərindən danışmalı olsaq, Viktor inşaat işində çalışır, Sharon isə sadəcə evdə otururdu. Boş vaxtının çox olmasından yararlanaraq, o vaxt Amerikada yeni üzə çıxan internetlə maraqlanmağa başlayır. Buradan pul qazana biləcəyini və yeni insanlarla danışıb tanış ola biləcəyini kəşf edir. Pul qazanmaq üçün əvvəlcə onlayn reklam işləri görməyə başladı. Daha sonra ev əşyaları, dekorasiya məhsulları satdı və nəhayətində öz saytını açdı. İşləri o qədər yaxşı getdi ki, qısa zamanda saytı və fikirləri bir marka halına gəldi. Gənc qadın işi səbəbilə internetdə həddən artıq çox vaxt keçirirdi və boş vaxtlarında internetin bəzi qaranlıq tərəflərini kəşf edib daha dərinə daldıqca forum saytlarının, söhbət otaqlarının, pornografiya saytlarının varlığını kəşf etdi. Bu saytlar onun hər yerə anonim olaraq girməsinə, təqdim etdikləri hər şeydən istifadəsinə icazə verirdi. Nəticədə onun kim olduğunu heç kim bilməyəcəkdi. Sharon'ın maraq dairəsində əsarət, mazoxizm, biri tərəfindən zorla qidalanma və filiya kimi pozğun fantaziyaları vardı. Bir müddət sonra Nancy Carlson ləqəbi ilə forum saytlarında çirkli alt paltarlarını almaq istəyən kişilər axtarmağa başladı. Yenə eyni ləqəblə hipnoz edilən və ardından cinsi zorakılığa uğrayan qadınların filmlərini satışa qoydu. Ayrıca kişilərə $100 qarşılığında istədikləri hər şey edə biləcəyi 30 dəqiqəlik bir video hazırlamağı təklif etdi. Viktor isə yoldaşının bu etdiklərindən xəbərsiz normal həyatını yaşamağa davam edirdi. Bu pozğunluq girdabında Sharon anidən yer üzündəki ən azğın xəstəlik olan filiyaya maraq göstərməyə başladı. Filiya bir insanın intensiv fantaziyalarını və anormal istəklərini üzə çıxaran psixoloji bir termindir. İnana bilməyəcəksiniz, amma Sharon'ın maraq göstərdiyi şey işgəncə olunaraq öldürülməkdən bir növ həzz alma vəziyyəti idi. 22 avqust 1992-ci ildə filiya mövzusu ilə bağlı bir forum saytında ölümünə işgəncə haqqında danışmaq istəyərsən deyə bir başlıq açaraq davamında ölənə qədər işgəncə olunmağa böyük marağım və heyranlığım var. Amma bu mövzunu ailəmlə danışa bilmərəm deyə yazmışdı. Bir başqa başlığında isə çılpaq tutulmaq, seks üçün istifadə edilmək, kilo almaq üçün yaxşı qidalandırılmaq və sonda qurban edilib bişirilmək kimi bir fantaziyam var. Mənimlə nə etmək istəyirsiniz şəklində bir yazı yazmışdı. Sharon'ın
Sheeran'ın bu postlarına cavab verən çox sayda kişi oldu və hətta bir neçəsi ilə görüşmək qərarı aldı. Yəqin ki, zarafat etdiyini düşünən bir çox kişi onun bu mövzuda ciddi olduğunu başa düşdüklərində ondan uzaqlaşdılar. İnsanların işgəncə edilərək öldürülmək istəyən biri ilə necə və nə cür əlaqəyə keçəcəklərini xəyal belə edə bilmirəm. Onu öldürə biləcək insan axtarışı davam edərkən belə bir şey olmuşdu. Şimali Karolinada yaşayan 45 yaşlı kompüter proqramisti Robert Glass adında biri ilə mesajlaşmaları bir nöqtədə artmağa başladı. O da eynilə Sheeran kimi Slowhand və Toyment ləqəblərini istifadə edərək ikili həyat yaşayır və özünə itaətkar qadınlar axtarırdı. Robert illərlə evli, 3 uşağı olan bir ailə başçısı olaraq normal bir həyat sürərkən internetdə həddindən çox vaxt keçirməyə başladığında onda bəzi şeylər dəyişməyə başladı. O, ailəsi də daxil olmaqla hər şey laqeyd yanaşırdı. Bir gün yoldaşı Sherry Robertin kompüterinə gizlicə baxdığında ərinin interneti qanunsuz videoları axtarmaq və bəziləri ilə əxlaqsız söhbətlər etmək üçün istifadə etdiyini gördü. Cinsi hücumlar və işgəncə kimi fantaziyalarla bağlı çox sayda şəkillər və narahat edici meyllər kəşf etdikdən sonra uşaqlarını da götürüb evdən gedir. Daha sonra isə boşanırlar. Robert ayrıldıqdan sonra gördüyünüz bu karvanda yaşamağa başlayır. Yoldaşı ilə ayrıldıqdan sonra əminəm ki, daha rahat həyat yaşamağa başlayan Robertin son zamanlarda ən çox ünsiyyət qurduğu insanlardan biri Sheeran idi. Gənc qadın ona işgəncə görülərək öldürülmə fantaziyasından bəhs etdiyində Robert buna razı olub ona necə işgəncə edəcəyini və onu necə öldürəcəyini hər detalına qədər danışırdı. Bu ikili Sheeran'ın əri Victor'un xəbəri olmadan ay yarım söhbət etmişdi və sonda fantaziyalarını reallaşdırmaq üçün real həyatda görüşməyə qərar verdilər. 13 oktyabr 1996-cı ilin sabahı Sheeran ərinə Georgiyadakı dostlarının yanına getməli olduğunu deyib evdən ayrıldı və videonun əvvəlində bəhs etdiyim məktubu evdə gizlədərək Robertin yaşadığı yerə 600 kilometrəlik bir məsafədə olan Şimali Karolinaya qatarla yola düşdü. Viktor bir həftə sonra məktubu tapanda o məlum mesajı "Cəsədim tapılmasa narahat olma, huzur içində olduğumu bil" sözlərini oxuyaraq dərhal polisə vəziyyəti bildirdi. Sheeran izsiz tozsuz yoxa çıxdığına görə polis ipucuları axtarmaq üçün onun kompüterini və internet keçmişini araşdırmağa başladığında Robert ilə olan söhbətlərini tapmaları çox çəkmədi. Onların söhbətlərindən başqa pornografiya saytları, gənc qadının əxlaqsız video satışları və işgəncə görülərək öldürülməyə olan cinsi arzusundan bəhs etdiyi 50-dən çox post aşkar edildi. Bu fəaliyyətlər polisi şoka salsa da araşdırma davam etdi. İlk başda aşkar olunan bu məlumatları necə ələ alacaqlarından əmin deyildilər. Bəli, vəziyyət qorxulu idi və bu qadın cinsi tətmin üçün işgəncə edilərək öldürülmə istəyinin detallarına açıq-aydın girmiş və həqiqətən də bunu etməyi qəbul edən adamla görüşməyə getmiş kimi görünürdü. Digər bir məsələ isə Sheeran azad iradəyə sahib yetkin bir qadın idi və polislər isə bu mesajların nə qədər ciddi olub olmadığı mövzusunda şübhəli idilər. Bəlkə də bunlar bir növ fantaziyanın parçası idi və onlar bu fantaziyanı canlandırmaq üçün görüşüb söhbət edəcəklər. Bu ölüm istəyi isə bir söhbət olaraq qalacaqdı. Polislər bir insanın öz-özünün cinayətini planladığına inanmasa da, hər hansısa bir təhlükə ehtimalına qarşı Şimali Karolinadakı polislərlə əlaqə qurdular. Robertin ünvan məlumatlarını əldə etmək çətin olmadı və polislər Robertin karvanını bir neçə gün izlənmə altına aldılar. Polislər Sheeran'ı sağ bir şəkildə Robert ilə fantaziyalarından danışdıqlarını görməyi planlamışdı. Ancaq saatlarla çəkən izləmədə gənc qadın heç yerdə görülmədi. Ayrıca getdiyi gündən nə dostları ilə, nə də yoldaşı ilə əlaqə qurmamışdı. Beləliklə Robertin qapısını döymək və bəzi suallar verməyin vaxtı gəlib çatdı. Polislər mülki və karvanı axtarmaq üçün bir neçə dəfə qapını döysə də qapını açan olmadı. Bir müddət sonra zorla içəri girdiklərində ortalıq zibil və çirk içində idi. Amma ətrafda Sheeran'a aid olduğu təsdiqlənən və onun orada olduğunu göstərən bir neçə əşya tapıldı. Bundan başqa narkotik vasitələri, seks oyuncaqları, qandallar, video kasetlər, bir tapança və uşaq
jurnallarından əlavə Robertin kompüterində izah edə bilməyəcəyim qədər qorxunc şeylər tapıldı. Əşyaları orada olsa da Sharon'ın özü təəssüf ki ortalıqda görünmürdü, ta ki bir polis karvandan 25 metr məsafədə yeni qazılmış və tapdalanmış torpağa rast gələnə qədər. Torpağı yenidən qazmağa başlayan polislər torpağın altında əlləri və ayaqları iplə bağlanmış, sinəsində və boğazında sıyrıqlar olan boynuna bir ip keçirilmiş qadın cəsədi tapdılar. Bəli, bu o idi. Ərazi olduqca böyük və ətrafda bir meşəlik ərazi olmasına baxmayaraq, Robertin onu bu cür görülən bir yerə bastırması çox qəribə idi. Görünən odur ki, Sharon istədiyini əldə etmiş, cinsi hücuma məruz qalmış, daha sonra isə boynundakı iplə boğularaq öldürülmüşdü. Bir insan özünü bir başqasına öldürtməyə icazə verə bilərmi? Məncə əsl məsələ də budur. Heç bir şey olmamış kimi günlük həyatına davam edən Robert bir neçə saat içində iş yerində qəsdən adam öldürməyə görə həbs olundu. Sorğu-sual əsnasında günahsız olduğunu söyləyərək müfəttişlərə avqustun 13-də Sharon'ı qatar stansiyasında qarşıladığını və karvana birlikdə gəldiklərini dedi. Ardından bir neçə gün boyunca cinsi fantaziyalarını reallaşdırdıqlarını və bir nöqtədə Sharon'ın iplə bağlanmaq istədiyini izah etdi. Boynuna bağlanan bu ipi tam olaraq cinsi tətmin anında sıxmağını istədiyində ipi çox sıxıb sərfən onu öldürdüyünü söylədi. İpi nə qədər sıxdığımı bilmirəm. Onu öldürmək niyyətim yox idi. Amma sonunda öldü deyərək özünü müdafiə etməyə davam etdi. Yəni onu öldürməyi qəbul etdiyi bütün mail və mesajlara baxmayaraq Robert hər şeyi inkar etdi. Gənc qadının üstündə otopsiya edildikdən sonra Sharon'ın Robertin karvanına gəldikdən 3 gün sonra, yəni 1996-cı il avqustun 16-sında öldüyü ortaya çıxdı. Ayrıca Robertin dediyi kimi ölümün boğulma ilə bağlı olduğuna dair sübutlar tapıldı. Onu Robertin öldürdüyü aydın məsələ idi və bütün mesajlar da bu sübuta ayrı bir dəstək idi. Prokurorluq Sharon'ın öz ölümünə razılıq göstərməsi səbəbilə bu cinayəti qəsdən adam öldürmə olaraq qeyd etdi. Aradan 3 ildən çox vaxt keçmişdi ki, 2000-ci il yanvarın 27-ci Robert əvvəl qəza olaraq təsvir etdiyi günahını qəbul etdi. Bu cinayətdən başqa kompüterində tapılan uşaq pornografiyası ilə bağlı daha 6 cinayəti də qəbul etdi. Robertin aldığı cəzaya gəlsək, cinayətin razılıq ilə edildiyi nəzərə alındığında məhkəmə bütün cinayətlərin cəminə görə Roberti 6 il müddətinə azadlıqdan məhrum etdi. Həbsxanada cəzasını çəkdiyi bir vaxtda 2002-ci il fevral ayının 20-sində infaq keçirərək həyatını itirdi. İnternet cinsi fantaziyalar ilə birləşdiyində vəhşi bir yer halına gələ bilər. Buna görə də bəzi insanlar qorxunc cinayətlərin qurbanı olurlar, amma çox nadir halda qurban öz cinayətinə razı olar. Sharon'ı bu vəziyyətə gətirən şey uşaqlığında ailəsinin ona bir çox qayda, qanun və məhdudiyyət qoyması ola bilər, ya da hər zaman pozğun arzular güdən biri idi sadəcə. Bu videonu izləyənlər, bəs siz bir insanın ölümünü planlaşdırması barəsində nə düşünürsünüz? Düşündüklərinizi kommentariyada yazmağı xahiş edirəm, unutmayın. Ölüm var, qorxulur. Ölüm var, arzulanır. Növbəti qaranlıq bir tarixdə görüşənədək qaranlığın izindəyəm.